Prezident Administrasiyasının sabiq rəhbəri akademik Ramiz Mehdiyev haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçildikdən sonra onun səhhətində pisləşmə qeydə alınıb. Modernaza daxil olan məlumata görə, ötən axşam 87 yaşlı Mehdiyevin halı qəfildən pisləşib və evinə həkim çağırılıb. Müayinə zamanı akademikin gərginlik və stress səbəbindən əsəb sisteminin pozulduğu, həmçinin qan təzyiqinin kəskin yüksəldiyi müəyyən edilib. Mənbənin bildirdiyinə görə, Mehdiyevi ən çox bir vaxtlar öz dəstəyi ilə vəzifəyə gətirdiyi, mandat və mövqe qazandırdığı bəzi şəxslərin bugün onun əleyhinə danışması narahat edir. Bu vəziyyətin onun mənəvi durumuna ciddi təsir etdiyi qeyd olunur. Xatırladaq ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsində cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 274-cü dövlətə xəyanət, 278-ci hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama və 193.1-ci cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması maddələri ilə ittiham olunur. İstintaq onun yaşı və səhhətini nəzərə alaraq Mehdiyevin ibtidai istintaq dövründə ev dustaqlığında saxlanılmasına qərar verib. Qeyd edək ki, Ramiz Mehdiyev 1995 və 2019-cu illərdə Prezident Administrasiyasına rəhbərlik edib. 2019 və 2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. O, dövlət qulluğunun ən yüksək rütbəsi, həqiqi dövlət müşaviri statusuna malikdir.